Bu videomuzda Power Query'də at column tabında yerləşən come from examples haqqında danışacağıq. Bu əmrin funksiyası nədir? Mövcud sütunlardakı məlumatlara əsaslanaraq bizim verdiyimiz nümunəyə uyğun yeni sütun yaradır. Yəni formula yazmadan məlumatları avtomatik çıxartmağa kömək eləyir. Bu əmrimiz iki hissədən ibarətdir. From all columns və from selection. Birinci from all columns haqqında danışacağıq. Bu seçimdə Power Query-dəki cədvəldə olan bütün sütunlardan istifadə eləyir. Gördüyünüz kimi bütün sütunlar seçilidir və bizim verdiyimiz nümunənin məntiqini anlamağa çalışır. Bu hissədə biz məsələn yazırıq ki, məsələn mən istəyirəm market adını çıxartsın və onun qarşısında məsələn koddakı rəqəmi çıxartsın. Və elə yazıram. Təkcə və yazıb enter bassam belə bu hissədən verdiyimiz nümunəyə uyğun digər adları da çıxartmış olacaq. Və daha sonra bunun qarşısına gəlib 599 yazsam bu şəkildə marketin kodunu və enter bassam daha bir nümunə yazmağımı istəyir ki, anlamağa çalışsın nə istəyirəm. Bu şəkildə digər sətirlərdən də eyni nümunələri, eyni nəticələri çıxartmış oldu. Gəlib buradan ad da verə bilərik sütunumuza. Məsələn, full name məsələn. OK basaraq həmin o yeni nəticəni bu hissədə sütun kimi əlavə etmiş olduq. İndi isə ikinci hissəmizə keçəcək. From selection. Bu nə edir? Bu isə sadəcə seçdiyimiz sütunlardan istifadə edir. Bu hissəyə qayıdırıq və məsələn market adını seçirəm kontrol vasitəsilə və kanalı seçirəm. Daha sonra gəlib buradan from selection hissəsinə keçirsəm, yalnız həmin sütunlar seçilmiş olur. Digər sütunlar seçilməmiş olur. Biz gəlib buradan məsələn yenidən market adını yazıb qabağında kanalın adını yaza bilərik və enter bassaq yenidən bir nümunə yazaq. Salam A və bu şəkildə digər sətirlərdən də nəticələri çıxartmış oldu və OK basaraq bu yeni sütunu bu hissədə bu hissəyə əlavə etmiş olduq və artıq bundan istifadə edə bilərik.